Gözüm yandı bıçağım. İstemiyorum ki oğluma, arvadıma kalsın. Sumqayıtda güclü yanğın hadisəsi başlayıb. Qeyd edim ki, yanğın hadisəsi Qurddərəsi yaşayış massivində hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, vətəndaşa məxsus mövcud yaşayış evinin zirzəmisində və onun həyətyanı sahəsində olan yarım tükürüdə yanğın qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir. Sumqayıtda ailə daxili münaqişə faciəyə səbəb oldu. Ata öz evini qəsdən yandırdı. Dines xəbər verir ki, 1955-ci il təvəllüdlü Qasımov Zakir İsaoğlu yaşadığı Qurddərəsi yaşayış massivində ev 4 ünvanında qəsdən yanğın törədib. Hadisə nəticəsində yaşayış evində güclü yanğın meydana gəlib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri və polis əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq evdə ciddi yanıq izləri və maddi zərər qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalar davam edir. Ən dəhşətlisi isə odur ki, ilkin araşdırma zamanı Zakir Qasımov törətdiyi əməli etiraf edib. Gözüm yandı bıçağım. Niyə yandırmısınız dayı? Oğluma kalmasın, arvadıma kalmasın. Niyə? Üstündən bir yerdə yaşamırlar ki? Hacı ne tutmuşsa oğluma? İstemiyorum ki oğluma, arvadıma kalsın. Onlar hardadılar indi? O da o evde, otururlar kızımın evinde. Yo, söz söhbət olmuşdu, dalaşmışdınız ona görə. Hacı söz söhbət burada 10 ildir. 50 defa demeyeceğim ki arvadını gözle. Ha bu cemaat beni bilirsen ne tanıyım burada. Ha ben hala bir haram dikenden özüm yememişim, ne balama yememişim. Özlemedim. Keşke ben patronuma bak. 3000 tane banka var, 3000 tane. Şoraba bağlığına bakacağım, acayip restoranına. Bu ifadələr ailə daxili münaqişələrin necə təhlükəli və dağıdıcı nəticələrə səbəb ola biləcəyini bir daha ortaya qoyur. Əsəbi və psixoloji gərginlik fonunda baş verən hadisə ictimaiyyətdə ciddi narahatlıq doğurub. Qeyd edək ki, bu kimi hallarda hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılır və şəxsin törətdiyi əməl hüquqi qiymət verilir. Mütəxəssislər bildirirlər ki, ailə daxili münaqişənin vaxtında qarşısı alınmadıqda faciəli nəticələrə səbəb ola bilər. Bu baxımdan psixoloji dəstək və ailə münaqişəsinin hüquqi həlli yolları önəmlidir. Hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Zakir Qasımov barəsində qanunvericiyə uyğun tədbirlər görüləcəyi bildirilir. Bu faciəvi hadisə bir daha sübut edir ki, ailə daxili problemlər heç vaxt zorakı yolla həll olunmamalıdır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.